Salam əleykum əziz babalar, hər birinizi Xaçmaz ərazisindən salamlayırıq. Bu videonun səsi normal bir şəkildə düşmüşdü. Sadəcə olaraq çəkiliş avadanlıqları ilə bağlı yaranan problemə görə sonradan səsləndirməli olduq. Bir 4-5 dənə video olacaq. Bu gördüyünüz bağ maksimum 14 üzərində olan bir bağımızdır. Deməli kökaltı yəni maksimum 14-dür. SPK sortunu tanıtımı eləyirik. Burada gördüyünüz kimi bağbanla söhbət olunur orada. SPK sortu barədə suallar verdim bağbana və SPK 342 kodlu gilas çeşidimizdir və bağban da çox razılığını bildirdi. Bu il normal gətiribdir. Keçən il lap belə yaxşı gətirmişdir. Dözümlüyü normaldır, deyir. Yəni dözümlüyü ilə bağlı, yəni heç bir problem yaşamamışıq. Bu arada kalibrini ölçürük bunu gördüyünüz kimi. Kalibrini ölçdük 29-30. Kalibri bu aralarda gəldi. Gördüyünüz kimi 29-30. Amma onu qeyd eləyək ki, bu video çəkiləndə iyun ayının 4-üdür. Bir 4-5 gün sonra yığılacaq və kalibr daha da böyük olacaq. Kalibr alacaq. Ağac başına təxminən nə qədər burada meyvə yığacaqsınız deyə sual verilir bu arada. Orada qeyd edilir ki, bəs 20-30 kiloqram bu il meyvə nəzərə götürmüşük. Yəni maksimum 4-də. Sonra karmenlə SPK tozlayıcı kimi əkilib bu bağda. Məsəl üçün 3 cərgə deməli SPK sortundan istifadə olunub. Bir cərgə məsəl üçün karmen əkilib. Məsəl üçün deyəndə yəni dəqiq olaraq burada belə əkilmişdi. Bağbanla söhbət olunur orada, ona suallar verilir. Sort barədə konkret olaraq yəni müsbət rəyini bildirdi bağban. Yəni xoşuna gəldiyini və əkməyə sahibkarlara da məsləhət bildiyini bildirdi. Təəssüf ki, bunların səsini açıq-aşkar verə bilmədik. İndi başqa sortlar var. Orada ses normal düşüb, onlara hamını danışığını verəcək. SPK yəni karmenlə yenə də tozlayıcı kimi istifadə olunub. Ayın tarixini də dedim 4 iyun çəkilib. 4-5 gün sonra da yəni meyvəsi yığılacaq. Bu il onu qeyd edeyim ki, mən gəzdiyim bağlarda onu gördüm ki, bütün sortlar eyni vaxtda yetişməyə başladı. Həmişə sortlar arasında gec yetişənlər, tez yetişənlər, ortada yetişənlər, gec yetişənlər belə bölürdük yetişmələrini. Amma bu il elə oldu ki, bütün sortlar eyni bir anda yetişməyə başlayıb. Çəkilişlər də hamı iç-içə daxil olub. Gördüyünüz kimi hər gün demək olar ki, çəkilişlər eləyirik və sortların tanıtımlarını sizə eləməyə çalışırıq ki, yəni bağbanlarımız hamı sortları tanısın. Bu da maksimum 14 üzərində olan bir bağımızdır. Maksima belə deyim ki, məsəl üçün meyvə tutmur filan bu kimi şeylər danışırdılar. Düzdür, yəni bu fakt reallıqdır, amma tutduğu bağları da çəkib sizə göstəririk gördüyünüz kimi. İndi birazdan bağın içinə doğru gedəcək. Orada daha sıx tutan yerlər var, onları da göstərəcəklər bir-bir. Yəni SPK çeşidi həqiqətən xoşuma gəlib mənim də. Mən orada da gördüm, nətər lazımdır gətirmişdi və dözümlüyü də var və ağacda qaldıqda özünü saxlaya bilir. Ola bilər ki, məsəl üçün çatdıra bilmir, sahibkar yığa bilmir. Bu vaxtı normaldır. Bax, burada incisə bağın içərinə doğru gedirik və ağacları göstəririk. Burada deyirik ki, məsələn, ağac başı 35 kiloqram burada olar. Deyir, bəlkə də çoxdur. Yəni, qeyd eləyir. Deyir ki, bu elə normal gətirib. Keçən bundan da çox idi. Burada bax, gördüyünüz kimi bütün budaqlar maşallah tutub. Yəni, düzgün yanaşma eləyəndən sonra elə bir məsələ yoxdur ki, bağım tutmur. Orada nəsə bir səhv proses gedir ki, yəni bağ ola bilsin ki, tutmur. Tozlanması yoxdur, başqa bir məsələ olur, ona görə olur çox vaxtı. Belə başardıqca məlumat verməyə çalışdım. Hər kəsə uğurlar. O birisi videolarda da görüşmək ümidi ilə. Sağ olun, hər kəsə uğurlar.